dərsimizin birinci hissəsində kimlər ki sona qalmışdı, indi həmin şagirdlərlə sual qatarı ilə davam edirik. Görək kim daha yaxşı hazırlaşıbdı və sona qalanlar qalib olmuş olurlar. Buyurun. Antarktida buzlaqları dünya buzlaqlarının neçə faizdə oturur? 90. 90. Cavab verən qatarın sonuna, cavab verə bilməyən yerinə keçər. Buyurun. Məskunlaşma əraziləri nə edilir? İnsanların yaşadığı yerlər məskunlaşma əraziləri. Doğrudur. Gecə və gündüz prizləri necə yaranır? Gecə və gündüz prizlər necə yaranır? Havanın gecə Bilirsən alınır. Evet. Küləklər şəhəri hansı şəhərdə deyilir? Bakı. Doğrudur. İqtisadiyyat nədir? İnsanların ehtiyaclarını təmin etmək üçün təşkil edilən fəaliyyətlərdir. Doğrudur. Sahibkarlıq nədir? Sahibkarlıq müəyyən Sahibkarlıq nədir? maddi və mənəvi olaraq İnsanların ehtiyacı tələblərini ödəmək üçün maddi və mənəvi olaraq əhatə etmək. O işi Qəbul edirəm, yaxşı. Keç qatlar. Buyur. Dünyada və Azərbaycanda ən qədim yaşayış məsələlərindən biri hansıdır? Qobustan. Doğrudur. yağış hansı cihazla ölçülür? Yağış ölçər. Doğrudur. Azərbaycanda hansı iqlim tipləri yaranır? Yarım səhra quru çöl, mülayim isti, soyuq, daş tundra. Aferin. Doğru. Buradan düşən yağışlar, qar, yağış olur. Doğrudur. Yüzün qurulu oturma səviyyəsi nədə eşit olunur? Oqdan. Doğrudur. Buz necə əmələ gəlir? Bulud necə yaranır? Havanın yuxarıdan aşağı belə. Buyur. Hündürlükdə soyulması nəticəsində. Suyun hündürlükdə soyulması nəticəsində. Su buxarı, hündürlükdə. İnsanların məskunlaşdığı ərazilər hansı tiplərə bölünür? İki yerə rural bölünür. Düzdür. Böyük Qafqaz və ardıcıllıqla hansı iqlimlərdə rast gəlinir? Mülayim, yox. Ətəkdən zirvəyə. Böyük iqlim qurşağı. Yox, düz sayırdım. Amma aşağıdan olur birinci. Mülayim. Yox, ondan əvvəl. Yarım. Yarım səhra və quru çöl, mülayim, soyuq və dağ tipləri. Aynen. Doğru. Yerli küləklər nə edilir? Yer kürəsində bir əraziyə məxsus olan küləkləri yerli küləklər deyil. Doğru. Antarktidanın sahəsi neçə milyon kilometrdir? 14,2. urban nədir? Mən urban urban şəhərdir deməkdir. Yəni ticarətə, sənayeyə açıq olan. Düzdür. Omyan relyefi necədir? Relyef istəyirsən, iqlim istəmir. Relyefi necədir o oynayan falan? Yox, relyefi. Relyefdə relyef. Necə relyefdir? Relyef nə deyilirdi? Öyrətmişim onda sizə. Nə məqam? Hə, indi bu sən deyir ki, oynayan falan relyefi necədir? Məlim. Gözləyin. Məlim. Amma nisbətən hündür ərazi deyilir. Hamar və nisbətən hündür ərazilərdən ibarətdir. Şef hansı aylarda olur? Yaz yaz. Doğrudur. Buyurun. Soyuq iqlim ölkəmizdə neçə metrlik ərazilərə ət edir? 2700 yuxarı. Yox. 4900. Yox. Məmən Soyuq iqlim neçə metr ərazidir? Neçə metrə qədərdir? Mən deyim. 1400-1700. Doğrudur. Dəvə adı nə edir? İnsanların ölüb və dirilənlər arasında fərq. Yox, dizlənlərdən stop. Ölüb və doğulan. Düzgün denən. Ölüb və doğulan. Yox, tərsinə. Doğulan və ölən insanlar fərq. Doğrudur. Hava alətləri təzə olmuş hansıdır? Qutunun adı nədir? Hava alətləri ilə təchiz olmuş qutunun adı. Bilmədim. Mən deyim, istəyirəm. Düzdür. Dünyanın ən yüksək
edir? Hansı Almaniya? Doğrudur. Uşaq fərqi neçə milyon hərbi 30 milyon. Doğrudur. Azərbaycanda ən az yaxında harda müşahidə olunur? Qobustan. Və Talş dağları. yox. Ön çox dağlarında Talş dağlarında. Qobustan, Abşeron. Ay sağ Cənub şərqi. Gülava küləyi hansı istiqamətdən əsir? Cənub. Düzdür. Bəşəriyyətin tarixində ən yüksək artım neçənci ildə baş verir? 1963. Düzdür. Mussol küləşləri nə edir? Quru və su arasında olan təzyiqlər. Ay sağ Doğrudur. Yarımsərli qurucu iqlim Ərazimizin neçə faizi təşkil edir? Yəni sərə quruşun neçə faizi təşkil edir? Necə? Yox. 50%. Doğrudur. Sıranı gözləyin. Sıra. Komşu iqlim yanlıqları hansıları düşür? Yaz, yay. Doğrudur. Buyur. Doymuş su buxarı nə deyilir? Müəyyən temperaturda havadan 1 metr kub su buxarına, maksimum su buxarına deyilir. Düzdür. Kontinental iqlimin əsas xüsusiyyəti nədir? Kontinental iqlimin əsas xüsusiyyəti nədən ibarətdir? Yaz və yay aylarında. Yox, o yağışın yağdığı vaxtıdır. Əsas xüsusiyyəti nədən ibarət edir? Buyur. Yaz və yay və qış arasında kəsici temperatur. Ay, temperatur fərqi. Qatarı pozmayın uşaqlar. Qrov hansı aylarda olur? Payız və qış. Doğrudur. Buluddan düşməyən yağıntılar hansılardır? Şeh, qrov, sırsıra. Doğrudur. İzotermlər nə edir? Xəritədə eyni temperatura malik nöqtələr birləşən. Doğrudur. Buyur. Atmosfer yağıntıları iki yerə bölünür və hansılardır? İki yerə Hardan yağar? buluddan yağan, buluddan yağmır. Doğrudur. 5 şagird qalıbdır. Xəzər küləyi hansı istiqamətdə yerləşir? Gəl, əksir. Xəzər küləyi hansı istiqamətdəsin? Şimal. Doğrudur. İqtisadiyyat nələrdən ibarətdir? İstehsal, daşıma istehlak. Orta tutqalıq günlük temperatur necə müəyyən edilir? Müəllim, bir günün ölçmə temperaturunun sayı bir günlük temperatur ölçmə temperaturunun sayına Mən deyim. Həcərdə Gün ərzində ölçülən temperaturların cəmi işarələrin sayını ölçülür. Düzdür. Rural nəyə deyilir? Şəhərdən uzaq ərazilər. Rural. Hə, kənd ərazilər. Doğrudur. Yer kürəsinin neçə iqlim qurşağına bölünür və hansılardır? 5. Doğrudur. Tropik, kontinental, mülayim, qütb qurşağı. Qəbul. Dördünü dediyində beşinə. Topa buludlar necə yaranır? İsti havanın yuxarıya doğru hərəkət edərək soyması nəticəsində. Doğrudur. Küləyin sürətini və gücünü ölçmək üçün hansı şkaladan istifadə edir? Bolford. Afərin. Təzyiq hansı siyasi ölçülür? Təzik. Təzik. Diplometri diqqət Barometr, ay sağ ol. Dəqiq danışın. Mütləq rütubət nədir? Havadakı su buxarının 1 metr kubu maksimum suyun faizi, yox, qramı miqdarıdır. Ay sağ ol. Mütləq rütubəti qramda miqdarı. Ekstremal hava hadisəsi necə yaranır? Havanın kəskin dəyişməsi. Doğrudur. Temperatur vahidi hansılardır? Farenheit ilə Celsius. Doğrudur. Yağışın miqdarı nə ilə ifadə olunur? Bilmiyorum. Doğrudur. 3 sualınız qaldı uşaqlar. Havanın elementləri hansılardır? Təzyiq, rütubət, temperatur. Doğrudur. Qəsəbə nədir? Rural və urban arasında keçid yaşayış məntəqəsi. Doğrudur. Şəhər nəyə deyilir? Kiçik ərazi əhalinin sıx məskunlaşması. Düz. Afərin. 4 nəfərimizi alqışlayaq.